Frankfurt əsas vağzalı, dəmiryol vağzalı. Almanlar buna deyir Hauptbahnhof. Kifayət qədər böyük vağzaldır. 5, 6, 7, 8, 9, 20 platformadan ibarət böyük bir vağzaldır. Çox qədimi, tarixi bir konstruksiyaya malik. Yəni 2-ci Dünya Müharibəsi dövrlərindən fəaliyyətdə olan bir dəmir yolu vağzalıdır. Hansı ki, zaman-zaman zərər görüb müharibələr nəticəsində, amma öz klassikliyini qoruyub saxlayıb bərpa ediblər. Kifayət qədər məşhur və məşğul bir vağzaldır. Qatarlar buradan demək olar ki, Avropanın hər bir istiqamətinə gedir. Bağlantı və birbaşa reyslərlə. Bu gördüyünüz ucuz sivri qatar, buna ICE deyilir. Alman dəmir yollarının ən sürətli qatarıdır. Saatda 300 kilometr saatda sürətə qədər yığa bilir. Çox səfər etmişəm bu qatarlarla. Bugün də eyni bir qatarla səfərimiz var Nürnberg şəhərinə. Ümumiyyətlə, Almaniyada dəmir yolu şəbəkəsi digər Avropa Birliyi ölkələrindən daha sıx inkişaf edir. Demək olar ki, aşağı-yuxarı Fransa ilə eyni bir texnoloji şəbəkəni bölüşürlər. Hauptbahnhof, yəni Alman dilindən dəmir yolu vağzalları adət üzrə şəhərin tam mərkəzində yerləşir. Almaniyada bu bir şəhər salma qaydasıdır ki, vağzallar tam şəhərin mərkəzində yerləşsin. Şəhərdə böyük kofe shoplar, kiçik dükanlar, yəni bildiyiniz bir aeroport infrastrukturunu dəmir yollarına da tətbiq ediblər. Qatar mövzusunun davamı olaraq hal-hazırda biz Alman dəmir yollarının ICE qatarlar şəbəkəsində səyahət edirik Nürnberg şəhərinə. Ümumiyyətlə, Alman dəmir yollarının bir neçə qatar şəbəkəsi var. Ən sürətlilərindən ICE hesab edilir. Təxminən 24-25 vaqondan ibarət olan bir qatar olur. Maksimum sürət 300-305 kilometrə qədər qalxa bilir. Məsələn, indi yaşayış zonasından keçdiyimiz üçün təxminən 190-200 həndəvərində bir sürət. Belə gözəl əkin-biçin yerlərindən, tarlalardan, kənd masivlərindən keçirik Nürnberg şəhərinə doğru. Demək olar ki, hər iki vaqondan bir ailə, əlillər üçün, uşaqlı ailələr üçün ayrıca bir tualet və sanitar qovşaq və normal bildiyimiz sanitar qovşaqlar var. Demək olar ki, 4-5 vaqondan da bir kiçik kafe, kofe shop, haradakı onlayn kartla və yaxud nəqd şəkildə hesablaşa bilirsiniz. Satıcı ilə çox təmiz, çox gigiyenik və vaqonlar arasında da çox rahatlıqla sensorlu pəncərələrdən keçə bilirsiniz ki, bu da vaqonlar arası yer dəyişməyə rahatlıqla şərait yaradır. Biletlərin qiyməti 250-300 kilometrlik məsafəni qət etmək üçün 65-70 euro arasında dəyişir. Təbii ki, həftə günlərindən asılı olaraq. Belə bir monitorlar və hərəkətinizin istiqamətini və vaxtını rahatlıqla buradan
izləyə bilirsiniz. Nürnberg şəhərindən reportajımızı davam edirik. Daha doğrusu başlayırıq. Over Production'ın publikasiyaları üçün. Ümumiyyətlə Nürnberg şəhəri bildiyiniz kimi Bavariya əyalətinin ikinci ən böyük şəhəridir. Münxen şəhərindən sonra. Yeni il Christmas bazarına hazırlıqlar gedir. Tarixini qoruyub saxlaya bilmiş tək-tük Alman şəhərlərindəndir. Qoruyub saxlaya bilmiş dedikdə, yəni müharibədən bir o qədər zərər görməmiş. Və başqa bir fakt odur ki, yəqin ki, eşitmişsiniz tarixdən. Nürnbergdə məşhur Nürnberg məhkəməsi var. Tarixdə Nürnberg məhkəməsi adı ilə tanınır. İkinci Dünya müharibəsindən sonra Nazi Almaniyasının, yəni faşist Almaniyasının bütün Wehrmachtında olan generalitetlər, sonra Holokost Yəhudi soyqırımında iştirak eləmiş bütün cinayətkarları, yəni etnik təmizləmə aparmış və müharibəyə səbəb olmuş bütün siyasi institutların nümayəndələrini orada mühakimə etmişdilər. Təxminən il yarıma qədər çəkmiş bir mühakimə idi və demək olar ki, hamısı edam edilmişdi. Yəni cəza çəkilmiş, sadəcə cəza müəssisələrinə göndərilmiş şəxslərin sayı demək olar ki, az olub. Olduqca ağır bir məhkəmə prosesi olmuşdu. İndi hava bizə imkan versə, yol imkan versə, gedim o məhkəmənin binasına çatım. Yəqin ki, oradan da bir kiçik reportaj hazırlayıb bölüşərəm. Bazar günüdür, tipik həftə sonu Alman şəhərləri üçün. Frankfurtdan fərqli olaraq burada həyat həftə sonu daha sönük görsənir. Amma tarixi rəngləri, tarixi abidələri, ümumiyyətlə tarixi mühiti daha maraqlı görsənir Frankfurtdan. Niqas olaraq amma oradan daha kiçik bir şəhərdir. Bavariyada isə Münxendən sonra ikinci bir şəhərdir ölçülərinə və əhali sayına görə. Təmiz, gözəl və rəngləri ilə bizi heyran edən bir kiçik bir Avropa şəhər mənzərəsi. Nürnberg məhkəməsi bu həmin o məşhur İkinci Dünya müharibəsindən sonra nasist və faşist canilərin və Holokost soyqırımının proseslərinin dinlənməsi, məhkəmə proseslərinin baş verdiyi tarixi binadır. 45-ci ildən 46-cı ilə qədər bir il məhkəmə baş tutub. Necə ki, indi bizim Azərbaycan dövləti Qarabağda 1-ci və 2-ci Qarabağ müharibəsi müddətində və ümumiyyətlə işğalçılıq tarixində öz çirkin əməlləri ilə ad çıxartmış separatist qüvvələri mühakimə edir. Eyni prosesdə bir zamanlar burada baş verib və haqq ədalət öz yerini tapıb. Belə Nürnberg barədə olan reportajımız bu cür dramatik bir məkanda başa çatır. Nürnberg məhkəməsinin muzey zalından maraqlı video görüntülər. Mümkün qədər sakit danışmağa çalışırıq. Burada çox maraqlı bir avadanlıq göstərəcəm sizə. Deməli, 2-ci Dünya müharibəsi qatillərini mühakimə edərkən o vaxt ki, kameralar işıq həssaslığını nəzərə alaraq, çünki işıqlandırmalar həm kifayət etməyə bilərdi video çəkiliş üçün, kameraların özünün işıqlama sistemi zəif olduğu üçün. Bax, bu qədimi avadanlığı muzeyə qoyublar. Görürsünüz nə qədər spot işıqları var. Buradan məhkəmə zalını tam işıqlandırırlar ki, insanların üzü və sənədlər sübut üçün, dəlil üçün aydın şəkildə videoda görsənsin. Bax, bu da məhkəmə zalı. Yuxarıdan Hitlerin bütün əlaltıları bax, bu məhkəmə zalında mühakimə edilib və ölüm cəzasına məhkum ediliblər.
45-46-cı illərdə. Bunlar isə həmin məhkəmə prosesini o zaman işıqlandıran jurnalistlər və media qurumlarının əməkdaşları olub.